Nə zaman sizin avtomobiliniz cərimə meydançasına aparıla bilər? İnzibati xətalar məcəlləsinin 96-cı maddəsinin birinci hissəsində konkret olaraq göstərilib ki, avtomobil hansı hallarda cərimə meydançasına yerləşdirilə bilər. Bəli. Və cərimə meydançasına yerləşdirilməmişdən qabaq mütləq qaydada nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması barədə protokol tərtib olunmalıdır. Qanunvericilik bunu deyir. Mən bunu evdə oturub yazmamışam ki, bu qanundur. 7 hal var. 7 haldan 6-sı minik avtomobillərinə aiddir. Bir hal isə yük avtomobillərinə aiddir. Bəli. Gəlin elə mən bu podkast çəkiliş vasitəsilə bir-bir deyim. Birinci hal odur ki, əgər nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla gedən hər hansısa bir sərnişində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, yəni sürücülük vəsiqəsi yoxdur. Bəli. Və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda. Bəli. Sahiblik hüququ nədir? Ya generalın etibarnaməsi yoxdur, ya sürmə etibarnaməsi yoxdur, ya maşının mülkiyyətçisi deyil. Yəni hər hansısa bir sənəd yoxdursa, prava yoxdur maşını sürənin, Bəli. etibarnamə maşın gedir duracağa. Bəli. İkinci, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları yerində olmadıqda, ya demirəm, birinin yerində olmadıqda, yerində yox, ümumiyyətlə olmadıqda. Ümumiyyətlə olmadıqda. Yoxdur. Yəni biri varsa, biri yoxdursa. Biri varsa, biri yoxdursa, yəni biri məsəl bir var sən qoyursan onu baqaja, getmir 40 manatdır. Qoyursan pat presə, getmir 40 manatdır. Amma nömrəni atmısan evə. Aha. Nömrəsiz maşın sürürsənsə, Yox, biri var üstündə. biri var, amma biri də evdədir. Bəli. Maşında deyil. Bəli. Gedir maşın cərimə meydançasına. Hə, o amma avtomobilin üzərində olmalıdır. Olmalıdır. Hə, tamam. Hansı bir hissəsində olmalıdır yəni. Sonra əgər dayandırılmış nəqliyyat vasitəsində ban nömrəsi, mühərrik nömrəsi və yaxud da ki, rəngi texpasportda göstərilən məlumatlarla üst-üstə gəlmirsə. Aha. Bəzən olur ki, motor dəyişdirilib, amma qeydiyyata alınmayıb. Yol polisi saxlayır, yoxlayıb görür ki, motor fərqlidir, amma texpasportda fərqlidir. Bəli. Buna görə maşın qoyulur duracağa. Dördüncü kateqoriya içkilidir bildiyimiz kimi. Psixotrop və yaxud da ki, alkoqol qəbul edib bu sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən şəxslərin Bəli. bir mənalı şəkildə avtomobil cərimə meydançasına gedir. O da o halda gedir ki, burada bir balaca bir nüans var. O halda gedir ki, əgər sən sərxoşsan, maşını içmisən, maşını sərxoş vəziyyətdə idarə edirsən. Polis saxlayır, deyir ki, maşın gedir Ştrafnoya. Sən isə bir dəqiqə gözlə. Mənim yanımda dostum var, Hüseyn. Onun da pravası var. Mən maşının mülkiyyətçisiyəm, sən və yaxud generalın ilə sürürsən və yaxud da etibarına sürmək üçün fərq etməz. Deyirsən ki, mənim dostum yanımdadır, pravası da var. Kateqoriyası da uyğundur. Onda maşın cərimə meydançasına getmir. Amma məni sürə-sürə tutub da adam. Səni sürə-sürə tutub. Onun da cəriməsi var onun. 400 manat 5 bal cərimə tətbiq edilir. Amma yerimizi dəyişirik, sən sürürsən, mən sürüb gedirəm, bəli. Və yaxud da ki, idarə etmə hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırılır, onu da məhkəmə qərar verir. Və bu da necə olur? Qərarsız protokol tətbiq olunur. İş göndərilir məhkəməyə. Məhkəmə qərar çıxarır ki, 400 manat 5 bal qüvvədə qalsın, gəlsən cəriməvi ödəyirsən 360 manatı. Yox, məhkəmə qərar çıxarsa ki, yox, cəriməni ləğv elə, qoy idarə etmə hüququ məhdudlaşdırılsın, o zaman sən 6 aylıq, minimum 6 aylıq sənin pravan, belə lorullə deyək, lişeniyə gedir. Bəli. Bu dördüncü idi. Sonra? 5. Sənin ödənilməmiş cərimən var. 3 ay keçib, maşına həbs qoyulub, məlumat verilir ki, filan maşını harada görsəniz saxlayın. Bəli. Səni saxlayırlar, deyirlər ki, sənin ödənilməmiş cərimən var. Sən yadından çıxıb da xaricdə olmusan, unutmusan, bilmirsən. Deyirsən, bir dəqiqə gözlə. Əgər sən proqrama daxil olursansa, onlayn qaydada cəriməni dərhal yerində ödəyirsənsə, sənin maşının cərimə meydançasına gedə bilməz. Çünki bu günləri belə müxtəlif proqramlar var, bankın tətbiqləri var. Girirsən, fin kodu yazırsan, sənin adına olan cərimələr çıxır. Avtomobilin ödənilməmiş cəriməsinə görə niyə saxlayırlar? Və sual verim, niyə saxlayır polis səncə? Yəni cəriməni ödə də. Saxlayır. Məqsəd odur ki, Elnur, sənin ödənilməmiş cərimə var. Ödəyirsən, deyirsən yox, ödəmirəm. Onda maşın gedir cərimə. Apar. Amma yox ödəyirsənsə, deyirsən ki, mən cəriməni onlayn ödəyəcəm. Ödədin, baxır sistemə ki, ödənildi. Vəssalam, maşın buraxılır. Və ən əsası 6-cı, hə? 6-cı. Bəli. Bu deyirləri normativ tələb pozulmaqla avadanlığın quraşdırılırsa, dəyişdirilirsə, xüsusi çox avazlı səs siqnalları quraşdırılırsa, sayrışan işıq quraşdırılırsa və
plonka çəkilirsə avtomobilə və bu nasazlıqları, sadaladığım nasazlıqları yerində aradan qaldırmaq mümkün deyilsə, gedir. Məsəl üçün sən bizə qanunvericilik icazə verir ki, avtomobilin arxa şüşələrinə plonka çəkə bilərsən. Bəli. Jalüzə çəkə bilərsən. Amma ön patpresə və sürücüdən sağda və solda olan şüşələrə plonka çəkilmək olmaz. İstəyirsən şəffaf olsun, olmaz. Qanun konkret deyir ki, olmaz. Əgər sən çəkmisənsə, yol polisi gəlir, aşkar edir ki, sən qabaq şüşəyə plonka çəkmisən. Deyir ki, sök. Deyirsən, yox, mən sökmürəm. Gedir maşın cərimə meydançasına. Yox, sökürəm. 150 manat cərimə yazılır. Maşın cərimə meydançasına getmir. Yəni yerində və yaxud da ki, FIFA siqnalı quraşdırırsan. Yerində aradan qaldırmaq olursa özdə deyir, qanun müsadirə olunur ha. Götürülür səndən o. Səndən alınır, cərimən yazılır, sən sağ, mən salamat. Yəni bu qədər. Yük avtomobillərinə aid nə idi bəs orada? Yük avtomobillər onlar çəki ilə bağlıdır. Oxa düşən çəkidir. Belə yəni daşınma yük qaydalarının daşınması pozulduğu halda yəni. O təyin olunan normadan artıq yük vurulması, faktiki kütlə və s. və ilaxır, yəni yük avtomobilləri o qədər, yəni əsas orada çəki ilə bağlıdır. Ox parametrlərinə düşən çəki və s. Yəni avtomobiliniz nə zaman cərimə meydançasına aparıla bilər deyə açıqlamanı verdi Hüseyn. Burada əslində biz indi danışdıq, suallar da gəlir. Onunla bağlı ki, buna görə deməli avtomobil cərimə meydançasına gedə bilərmi? Burzavikə görə maşın gedir ştrafnoya. Bu burzavik palçılığa görədir. Burzavikdir, hə. Palçıqlıq, ona el arasında şəlpə də deyirlər. Ona görə yəni o yoxsa xeyr, ona görə maşın duracağa yerləşdirilə bilməz.